Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Ərəb dilindən silsilə dərslərimiz davam edir. Və bugün biz Mədinə Tədris kursunun birinci kitabının 23-cü, yəni sonuncu dərsini keçəcəyik. Və bu dərsdə biz tənvin qəbul etməyən isimlərin hallanması barədə danışacağıq. Bundan əvvəlki dərslərimizdə, yəni 21 və 22-ci dərslərdə biz tənvin qəbul etməyən isimlər barədə danışdıq və bildik ki, ərəb dilində mühüm qrup isimlər tənvin qəbul etmirlər. Amma əsl budur ki, isimlərin sonunda tənvin olmalıdır. Və həmçinin tənvin barədə danışdıq və tənvinin qrammatik rolunu da öyrəndik. Və bu dərsimizdə biz bu qrup isimlərin, yəni tənvin qəbul etməyən isimlərin hallanmasını öyrənəcəyik. Bu mövzu keçməmişdən əvvəl ilk növbədə hallanma barədə danışaq. Yəni isimlərin hallanması dedikdə nə nəzərdə tutulur? Ümumiyyətlə, ərəb dilində isimlər hallanıb, hallanmama baxımından, yəni hallanma və hallanmama baxımından iki qismə bölünürlər. Birincisi, hallanan isimlər, İkincisi, hallanmayan isimlər. Hallanan isimlər hansı isimlərə deyilir? Məsələn, ilk növbədə bura bir söz yazacağım. Məsələn, əl-kitəbu sözünü götürürəm və yaxud həmidun sözünü götürək və həmidun sözünü cümlədə, üç cümlədə işlədək. Birinci cümlədə, məsələn, xaracə həmidun minəl fasli. Həmid sinifdən çıxdı. Birinci cümlə. İkinci cümlədə, cümləyə fikir verək. İkinci cümlədə, məsələn, həzə kitəbu həmidin. Bu, Həmidin kitabıdır. Və başqa bir cümləyə fikir verək. Üçüncü cümlədə. Rəeytu həmidən. Rəeytu həmidən. Və rəeytu fiili bizim üçün təzədir. Mənası gördüm deməkdir. Mən gördüm. Və bu təsirli feildir. Və burada həmidun sözünə diqqət edək. Həmidun sözünə diqqətə görərik ki, həmidun sözü birinci cümlədə sözün sonu dammadır. Yəni dammalı tənvindir. Həmidun. İkinci cümlədə isə həmidun sözü dəyişərək həmidin olmuşdur. Üçüncü cümlədə isə rəeytu gördüm feili bu təsirli feildir və bu təsirli feilin təsirindən həmidun sözü həmidən, yəni deməli fəthəli tənvinə çevrilmişdir. Və gördüyümüz kimi burada həmidun sözü birinci cümlədə dammadır, sonu ikinci cümlədə kəsrədir, üçüncü cümlədə isə fəthədir. Və deməli həmidun sözü hallanan sözüdür. Ərəb dilində həmidun hallanan isimlərə aiddir. Niyə görə biz bunu deyirik? Çünki gördüyümüz kimi həmidun sözü sonu həmidun, həmidin və həmidən kimi dəyişmişdir. Və ona görə də hallanma, buna görə də biz deyirik ki, ərəb dilində hallanan isimlər o isimlərdir ki, o isimlər amilin təsiri ilə sözün sonu dəyişən isimlərdir.
Deməli, hallanma amilin təsiri ilə sonları, son hərəkələri dəyişən isimlərdir. Və gördüyümüz kimi ərəb dilində isimlərin 3 halı var. Birinci, sonu deməli, damma ilə bitərsə, buna deyirlər raf halı. Raf halı, yəni adlıq hal. İkincisi, sonu kəsrə ilə bitərsə və adlıq halın, raf halının əlaməti dammadır. Sonu kəsrə ilə bitərsə, buna deyirlər cər halı. Və əlaməti də kəsrədir. Üçüncüsü isə nasb halı və bunu bu barədə biz gələcək dərsimizdə öyrənəcək və buna deyirlər təsirlik hal. Təsirlik hal. Cər halına isə yiyəlik hal deyilir. Yiyəlik hal. Və bir daha təkrar edirəm, biz öyrəndik ki, ərəb dilində hallanma amilin təsiri ilə sözün son hərəkəsinin deməli dəyişməsinə deyilir və amilin təsiri ilə sonu dəyişən isimlərə isə hallanan isimlər deyilir. Və burada da həmidun sözü gördüyümüz kimi hallanan isimdir. Yəni birinci cümlədə məsələn xaraca çıxdı fiilinin bu amildir. Bu amilin təsiri ilə həmidun sözü adlıq haldadır. İkincidə kitəbu sözünün bu amilin təsiri ilə, yəni izafə olduğuna görə həmidun sözü cər, yəni yiyəlik haldadır, cər halındadır. Üçüncüsü isə ra'a fiili, yəni gördün fiilinin təsiri ilə həmidun sözü nasb halda, yəni təsirli haldadır. Amma hallanmayan isimlər isə bunun əksi olaraq amilin təsiri ilə sonu dəyişməyən isimlərdir. Və biz keçdiyimiz, indiyə kimi öyrəndiyimiz isim qruplarının içindən, məsələn, işarə əvəzlikləri, həzə, həzihi, həmçinin həuləi, bu hallanmır. Həmçinin deməli, şəxs əvəzlikləri hallanmır. Sual əvəzliklərinin əksəriyyəti, yəni birini çıxmaq şərti ilə, eyyu. Və məsələn, misal götürək, həuləi sözünü götürək. Deyirəm ki, xaracə həuləi minəl fasli. Xaracə həuləi minəl fasli. İkinci cümlə. Həzihil kutubu li həuləi. Üçüncü cümlə isə rəəytu həuləi. Və burada həuləi sözünə fikir versək, görərik ki, heç bir halda, yəni həm raf halında, həm cər halında, həm də nasb halında həuləi sözünün sonu dəyişmədi və eyni qaldı. Və bu o deməkdir ki, həuləi sözü hallanmayan isimdir. Yəni heç bir halda sonu dəyişmir. Və bu dərsimizdə biz bu deməli hallanma barədə məlumat idi və bir daha təkrar edirəm. Biz bildik ki, ərəb dilində hallanma dedikdə amilin təsiri ilə sözün sonunun deməli son hərəkəsinin dəyişməsinə deyilir və ərəb dilində isimlərin 3 halı var. Raf halı əlaməti dammadır, cər halı əlaməti kəsrədir və həmçinin nasb halı əlaməti fəthədir. Və nasb halı barədə biz hələ ki heç bir məlumat keçməmişik, yəni heç bir dərs keçməmişik. Bunu gələcək dərslərimizdə öyrənəcəyik. Sadəcə burada misal üçün verdim. İndi isə tənvin qəbul etməyən isimlərin hallanması barədə danışaq. Tənvin qəbul edən isimlərlə tənvin qəbul etməyən isimlərin hallanması fərqlidir. Və bu fərqli cəhəti bilmək üçün bura 2 söz yazacağam, 2 isim yazacağam. Biri tənvin qəbul edən isim, ikincisi isə tənvin qəbul etməyən isim. Məsələn, tənvin qəbul edən isimlərdən həmidun sözünü yazın.
Həmidun sözü burada raf halındadır, yəni adlıq haldadır. Gördüyümüz kimi sonunda deməli dammalı tənvin var. Həmidun. Və biz bunu deməli cər halında işlətsək, məsələn li həmidin, yəni hərf-cər daxil etsək, həmidun, yəni tənvin, in tənvini ilə əvəz olunacaq. Və həmçinin təsirli halda işlətsək, həmidin, həmidun olacaq, həmidən. Deməli, bu raf halındaydı, bu cər halında, bu isə nasb halda. Bu tənvin qəbul edən isimdir. Gördüyünüz kimi tənvin qəbul edən isim raf halda dammalı tənvin, cər halda kəsrəli tənvin və nasb halda isə fəthəli tənvin olur sonu. İndi isə tənvin qəbul etməyən bir isim yazaq. Məsələn, Zeynəbu. Zeynəbu sözünü yazaq. Fikir versə görərik ki, burada tənvin qəbul etməmişdir. Çünki bildiyimiz kimi qadın adları tənvin qəbul etmir. Və cər halında li Zeynəbə, yəni kəsrə deyil, fəthə olacaq. Li Zeynəbə. Nasb halında isə yenə də Zeynəbə fəthə olacaq. Və gördüyümüz kimi burada fərqli cəhət ondan ibarətdir ki, cər halında tənvin qəbul etməyən isimlər kəsrə deyil, fəthə ilə deməli cər halının əlaməti bilinir. Yəni tənvin qəbul etməyən isimlərin cər halı kəsrə deyil, fəthədir. Və burada gördüyümüz kimi tənvin qəbul etməyən isimlərin həm cər halında və həm də nasb halında deməli fəthə oldu. Və məhz bu səbəbdən tənvin qəbul etməyən isimlərə həmçinin iki hallı isimlər də deyilir. Yəni burada tənvin qəbul edən isimlər üç halı var. Yəni raf, damma, cər halda kəsrə, nasb halda fəthə. Amma tənvin qəbul etməyən isimlər isə raf halda damma, cər və nasb halda isə deməli fəthə olur sonları. Və buna görə də bu isimlərə həmçinin iki hallı isimlər də deyirlər. Məsələn, gəlin cümlə tərkibində işlədək. Məsələn, deyirəm ki, həzə kitəbu həmidin. Əvvəlcə tənvin qəbul edən ismi cər halda işlədək. Bu Həmidin kitabıdır. Və əgər biz burada Həmidin əvəzinə Zeynəb qoysaq, o zaman olacaq həzə kitəbu Zeynəbə. Həzə kitəbu Zeynəbə. Kəsrə əvəzinə fəthə olur. Və həmçində digər tənvin qəbul etməyən isimlər də bu qaydada, yəni cər halda kəsrə deyil, fəthə ilə cər olurlar. İki halda tənvin qəbul etməyən isimlər kəsrə qəbul edir. İki halda tənvin qəbul etməyən isimlər kəsrə qəbul edir. Yəni, iki halda tənvin qəbul etməyən isimlər, tənvin qəbul edən isimlər kimi raf halda damma, cər halda kəsrə, nasb halda isə fəthə olur. Və bu hallar hansıdır? Birinci, əgər tənvin
qəbul etməyən isim əl artiklı ilə başlayarsa. Yəni, tənvin qəbul etməyən isim əgər əl artiklı ilə başlayarsa, bu halda cər halda kəsrə qəbul edəcək. Məsələn, məsəcidu sözünü götürək. Məsəcidu sözünü götürək. Gördüyümüz kimi bu məsəcidu sözü deməli, sınıq cəmdir və məfəilu babında olan sınıq cəm olduğuna görə tənvin qəbul etməmişdir. Və bunu cümlədə işlədək. Məsələn, deyirəm, zəhəbtu ilə məsəcidi deyil, məsəcidə olacaq. Çünki tənvin qəbul etməyən isimdir və tənvin qəbul etməyən isimdə cər halında cər halının əlaməti kəsrə deyil, fəthə olacaq. İndi isə bu sözə əl artiklı daxil edək. Zəhəbtu iləl məsəcidi. Və gördüyümüz kimi burada tənvin qəbul edən isimlər kimi cər halında kəsrə qəbul etmişdir. Bu birinci hal. Və həmçində digər yerdə qalan tənvin qəbul etməyən isimlər də eyni ilə əl artiklı qəbul etdikdə cər halında kəsrə qəbul edirlər. İkinci hal, yəni tənvin qəbul etməyən isimlərin kəsrə qəbul etməsinin ikinci halı, əgər tənvin qəbul etməyən isimlər izafə tərkibli söz birləşməsinin birinci tərəfi, yəni mudaf olarsa. Məsələn, deməli yazaq bura, əgər isim izafənin birinci tərəfi, yəni mudaf olarsa. Məsələn, indi gəlin həmən bu eyni bu məsəcidu sözünü izafə tərkibli söz birləşməsinin birinci tərəfi edək. Məsələn, yazıram məsəcidul mədinəti. Məsəcidul mədinəti. Mədinənin məscidləri. İndi bu sözü, söz birləşməsini biz cümlə tərkibində işlətsək, zəhəbtu ilə məsəcidil mədinəti. Və gördüyünüz ki, burada deməli, cər halında kəsrə qəbul etdi. Və beləliklə biz öyrəndik ki, tənvin qəbul etməyən isimlər iki halda kəsrə qəbul edirlər. Birinci hal, əgər tənvin qəbul etməyən isim əl artikli ilə başlayarsa, məsələn, zəhəbtu iləl məsəcidi. İkincisi isə, əgər tənvin qəbul etməyən isim izafənin birinci tərəfi, yəni mudaf olarsa. Və gördüyümüz kimi burada məsəcidil mədinəti bu mudafdır və gördüyümüz kimi hərf-ucər gəldikdə kəsrə qəbul etmişdir. Əgər bu iki hal olmasa, bu halda tənvin qəbul etməyən isimlər bayaq əvvəl öyrəndiyimiz qaydaya əsasən cər halında kəsrə deyil, fəthə qəbul edirlər.